Biznesin inkişafı üçün ən vacib faktor qanun gücüdür. Biznes bilməlidir ki, hər istənilən zamanda əgər ona qarşı haqsızlıq olarsa, ədalətli məhkəməyə gedərək öz problemini həll edə bilər. İnkişaf etməkdə olan ölkələr üçün mən düşünürəm daha vacib olan bərabər yanaşmadır, nəinki qanun gücüdür. Bir çoxu korrupsiya və qanun gücü olmayan ölkələr bir xeyli qabağa gediblər. Çini götürək, Cənubi Koreyanı götürək. Ya orada da Cənubi Koreyanın son 7 prezidenti korrupsiyaya görə içəri basılıbdır. Amma möhtəşəm bir iqtisadi dirçəlişə nail olublar, texnoloji qabağa gediblər eyni ilə Çin. Lakin mən düşünürəm onları birləşdirən bir faktor var ki, onlarda oyun şərtləri hamı üçün bərabərdir. Heç kim prinsipi qınamır ki, bizim də misal üçün o inhisar periodumuz olubdu 15-ci ilə qədər, yəni hansısa 2005-dən 2015-ə qədər 10 il konkret insanlar nəyisə gətirə bilirdi, konkret bizneslər kiməsə bağlanıla bilirdi. Sən də gətirə bilirdin, amma sadəcə sənin üçün oyun şərtləri və maliyyə şərtləri tamamilə başqa idi. Bu problem törədir sahibkarlığın inkişafına, nəinki bütün ədalətli məhkəmə sisteminin olmaması. Əgər ədalətli məhkəmə sistemi üçün, ədalətsiz məhkəmə sistemi üçün hamıya qarşı ədalətsizdirsə, eyni dərəcədə ədalətsizdir. Bu artıq bərabərlikdir də, yenə də okeydir.